Hörmətli cənab prezident, əziz dostlar, ilk növbədə cənab prezident dəvətə və qonaqpərvərliyə görə sizə təşəkkürümü bildirmək istəyirəm. Mənim Slovakiyaya rəsmi səfərim əminəm ki, iki ölkə arasındakı əlaqələrə çox müsbət təsir göstərəcəkdir. Siz qeyd etdiyiniz kimi, bu Azərbaycan prezidentinin Slovakiyaya ilk rəsmi səfəridir. Və əlbəttə ki, səfər zamanı apardığımız danışıqlar həm təkbətək formatda, həm nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlar bir də onu göstərir ki, Slovakiya və Azərbaycan sözün əsl mənasında dost ölkələrdir və strateji tərəfdaşlardır. Qeyd etdiyiniz kimi, keçən il Slovakiya və Azərbaycan strateji tərəfdaşlıq haqqında birgə bəyannamə imzalamışlar. Bu, əlaqələrimizi ən yüksək səviyyə qaldıran bir sənəddir və o sənədin imzalanmasından sonra bütün istiqamətlər üzrə biz çox fəal əməkdaşlığı görürük. Siz artıq bizim iki tərəfli gündəlimizlə bağlı geniş məlumat verdiniz. Sadəcə olaraq əlavə etmək istərdim ki, bütün qeyd etdiyiniz istiqamətlər üzrə bizim müştərək komandalarımız fəal işləyir. Birgə iqtisadi işçi qrup öz fəaliyyətini genişləndirir. Ənənəvi əməkdaşlıq sahəsi olan energetika sahəsi üzrə konkret layihələr icra edilir. Keçən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya təciz edilmişdir və Slovakiyanın ehtiyacları olan səviyyədə istənilən həcmdə Azərbaycan enerji resurslarını təmin edə bilər. Onu da bildirməliyəm ki, bizim zəngin qaz yataqlarımız bugün imkan verir ki, dünyanın bir çox ölkələrinə biz təbii qazı ixrac edək. Azərbaycan qazını almış ölkələrin sayı 14-ə çatıb və boru kəmərləri ilə ixrac edilən qazın təchizatçısı olan ölkə olaraq biz birinci yerdəyik. Və yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə olunacaq və təbii ki, həm Slovakiya, həm onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaqdır. Hazırda bizim ümumi qaz ixracımız 25 milyard kubmetr səviyyəsindədir. Bunun da yarısı Avropa ölkələrinə nəql edilir və bugün 8 Avropa İttifaqına üzv ölkə Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini təmin etmiş olur. Bizim digər perspektivli əməkdaşlıq sahəsi haqqında siz artıq dediniz, bu da müdafiə sənayesi sahəsidir. Biz bu sahədə əməkdaşlığı sənayinin inkişafı nöqteyi nəzərdən görürük. Biz müharibə aparmaq fikrində deyilik. Bizim üçün müharibələr artıq keçmişdə qalır və sadəcə olaraq burada bir sinergiyanın yaradılması üçün Slovakiya texnologiyaları ilə Azərbaycan maliyyə imkanlarını birləşdirərək yeni məhsulların istehsalı dünya bazarları üçün də maraqlı ola bilər. Həm də ki, bu texnoloji inkişafın da bir qolu olaraq bizə böyük faydalar verəcəkdir. Bu istiqamətdə konkret layihələr üzərində biz çalışırıq. Düz bir ay əvvəl, noyabrın 8-də biz Azadlıq müharibəsinin 5-ci il dönümünü qeyd etmişdik və fəxri qonaqlar arasında Slovakiyanın müdafiə nazirini görmək xüsusi məmnunluq yaratmışdır. Buna görə biz Slovakiya dövlətinə və hökumətinə minnətdarıq və bu kimi jestlər bir də onu göstərir ki, biz sözün əsl mənasında dost ölkələrik. Bütün istiqamətlər üzrə müvafiq hökumət nümayəndələri bütün təlimatları alıb ki, gələcək illərdə əməkdaşlığı daha da yüksək
səviyyə qaldıraq. Slovakiyanın sizin rəhbərliyinizlə uğurlu inkişafı bizi çox məmnun edir. Ölkənizdə sabitlik hökm sürür, iqtisadi inkişaf hökm sürür. Slovakiya çox güclü sənaye potensialına malikdir və xüsusilə bizə rəğbət qazandıran odur ki, Slovakiya müstəqil xarici siyasət aparır. Bəzi hallarda buna görə müəyyən çətinliklərlə də üzləşirsiniz, ancaq bu sizi yolunuzdan döndərmir və bizim bölgəmizdə sizin ölkənizə və rəhbərliyə çox böyük hörmət mövcuddur. Azərbaycan isə öz xarici siyasət prioritetlərini çoxdan müəyyən edibdir. Biz eyni zamanda bugün şərqlə qərb arasındakı müəyyən bir körpü rolunu oynayırıq. İnfrastruktura, bağlantılar, nəqliyyat sektoruna qoyduğumuz sərmayə bugün imkan verir ki, Azərbaycan şərq-qərb nəqliyyat dəhlizinin önəmli parçasına çevrilsin. Ortaq dəhliz layihəsində biz fəal iştirak edirik. Orta Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycan üzərindən keçir və gələcək illərdə bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq biz öz imkanlarımızı genişləndirəcəyik və hesab edirəm ki, Slovakiya-Azərbaycan arasındakı əlaqələrin inkişafında bu sahəni də biz diqqətdən kənarda qoymamalıyıq, çünki bunun çox böyük potensialı vardır. Eyni zamanda bugün biz informasiya texnologiyaları haqqında danışmışıq, data mərkəzlərinin yaradılması haqqında danışmışıq. Azərbaycanın üstünlüyü burada ondadır ki, bizdə kifayət qədər böyük enerji potensialı var. Bugün Azərbaycanda istifadə olunmayan enerji potensialı təxminən 2 gigavata bərabərdir və növbəti 5 il ərzində bu 8 gigavata çatdırılacaqdır. Və təbii ki, süni intellekt və data mərkəzlərinin fəaliyyəti üçün enerji mənbəyi əsas faktorlardan biridir. Əlbəttə ki, iqlim də burada önəmli faktordur. Bizim, baxmayaraq ki, biz cənub ölkəsiyik, amma çox soyuq bölgələrimiz də var ki, orada ilin böyük hissəsində şaxta hava şəraiti mövcuddur. Ona görə beynəlxalq data mərkəzləri hub'ı kimi biz öz rolumuzu görürük və Slovakiya şirkətləri ilə bu istiqamətdə çalışmaq fikrindəyik. Bir də cənab prezident qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm və fürsətdən istifadə edərək sizi Azərbaycana rəsmi səfərə dəvət etmək istəyirəm. Siz Azərbaycanda dəfələrlə olmusunuz, ancaq prezident kimi rəsmi səfərdə hələ ki olmamışsınız. Əgər vaxtınız olarsa, gələn il biz sizi Azərbaycanda qarşılamağa hazırıq və çox məmnun olarıq. Bir daha çox sağ olun.